Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, biokimyaçı, dietoloq və nutrisioloq kimi fəaliyyət göstərirəm. Sabira Wellness şirkətində təlimçiyəm və ekspert kimi çalışıram. Şirkətin məqsədi əslində sizlərə məhsullarımız haqqında düzgün informasiya vermək və ən önəmli onların mexanizmi düzgün anlamaqdır. Və bu günləri təlimimiz bilirsiniz ki, şirkətimizə yeni məhsullar gəlibdir və bu məhsulların xüsusilə tərkibindəki olan aktiv fəal maddələri analiz etmək və ən önəmli bunlara kimlərə və xüsusilə hansı prosesdə biz istifadə etməliyik, onu bu günləri sizlərlə izah edəcəm. İlk öncə təlimə keçməmişdən öncə bunu vurğulamaq istəyirəm ki, hal-hazırda şirkətə daxil olunan bu məhsullar və prezentasiyamızın ilk səhifəsində də gördüyümüz kimi yeni nəsil fəal maddələr var ki, hansı ki onlara bədən ehtiyac duyur. Ümumiyyətlə, insan orqanizmi elə bir şeydir ki, yəni onun ehtiyacı var. Yəni biz yemək yeyirik, ehtiyac duyuruq, yatırıq, ehtiyac duyuruq. Dərimizin də bəzi bir komponentlər var ki, onların gün ərzində ehtiyacı var. Çünki müasir insanın əsasən dərisiz, yəni bu əvvəllərlə müqayisə etdikdə daha çox stresslə bağlıdır. Hormonal dəyişikliklər daha çox fərqlilik yaşayırıq. Ultrabənövşəyi şüalara daha çox məruz qalırıq. Yəni əvvəllər əlbəttə ki, bu mavi işıq yox idi. Bədən oksidativ stresə məruz qalmırdı və bu proseslər hər biri bizim bəzi fəal maddələr var ki, bunlara biz ehtiyac duyuruq. Və hal-hazırda şirkətə daxil olan maddələrin əsas komponentləri məhz bu ehtiyacları ödəmək üzrə hazırlanıbdır. Əlbəttə ki, bu hansı ehtiyaclardır, bədənimizin nəyə tələbatı var, onu birgə sizlərlə izah edəcəm. Və şirkət çox sağ olsun ki, sizlərə belə bir gözəl bir istiqamətdə yol açıbdır ki, hansı ki, yəni mənim tərəfimdən sizi məhsullara düzgün analiz edirik. Düzgün analizi əslində biz bu məhsulları əlbəttə ki, bir internetdə də açıb axtara bilərik. Lakin burada ən önəmli mexanizm nədir? Məhsulun tərkib hissəsindəki olan aktiv maddələrin bir-birinə verdiyi təkandır. Məsəl üçün, adi bu qida əlavəsi də ola bilər, kosmetik vasitələr də olar, lap bizim şirkət olmasın, digər məsəl üçün şirkətlər də ola bilər. Fəal maddənin yanında köməkçi maddələrin olması. Bəzən bəli, insan elə başa düşür ki, məsəl üçün mənə dəmir preparatı lazımdır və yaxud da mənə bir dərimə bir seramid lazımdır, dəri baryerini bərpa etmək üçün, məsəl üçün deyirik. Və bunun yanında əgər həmin reaksiyanın baş verməsi üçün köməkçi maddələr yoxdursa da, bu proses çox ləng gedə bilər, istədiyimiz nəticəni ala bilmirik və yaxud da heç olmaya bilər. Və ona görə də burada bizim bugünkü təlimimizin mahiyyəti də ondan ibarət olacaqdır ki, məhsulun tərkibində olan maddələrin bir-birinə verdiyi mexanizm, kömək nədir ki, biz bu məhsullardan necə bir proses əldə edə bilərik? Məsəl üçün bu nə ola bilər ki, bilirsiniz ki, məhsullarda aktiv maddələr, əsas fəal maddələr var, köməkçi fəal maddələr var. Bu ola bilər vitamin C ilə arbutinin bir yerdə işlənməsi, seramidlə pantenolun bir yerdə işlənməsi, prebiotiklə süd turşusu, biri bakteriyadır, biri süd turşusudur. Bunun bir yerdə istifadə olunması nə kimi rol var? Əlbəttə ki, bunu biz sizinlə bu günləri öyrənəcəyik. Və demək, ilk olaraq şirkətə daxil olan məhsulları əlbəttə ki, mən də əldə etmişəm və dünəndən hər birini istifadə edirəm. Və təlim keçməzdən öncə mütləqdir ki, məhsullardan istifadə edib ən önəmli onun həm məntiqini, həm elmini anlamaq çox önəmlidir ki, bunları da sizlərə təlim vasitəsilə ötürməliyəm. Və ilk olaraq bu fitoestrogenli əl kremindən danışacağıq. İlk məhsul bu haqda olacaqdır.
Bilirsiniz ki, insanın ən önəmli yaşını göstərən dərisi əldir. Çünki ilk növbədə üzdən də əvvəl bizim dərimiz tez qocalır və bizim əllər haqqında təlimimiz olmuşdu ki, əl qocalmasının əsas səbəbi əl dərisində yağ balansının az olmasıdır və əl daim su ilə təmasda olduğu üçün orada lipid qatı onsuz da azdır və lipid qatı burada zəifləyir. Və biz əlimiz vasitəsilə həddən artıq çox antiseptiklərdən istifadə edirik, deterjanlardan istifadə edirik. Maşallah, həddən artıq da çoxdur və insanlar fərqində olmur bu kimyəvi maddələrin dəriyə olan təmasında baş verən prosesi və bu şəkildə bizim əlimizdə problemlər yaranır. Və sizlərdən də mənə dəfələrlə müraciətlər olunubdu ki, əlimdə quruma çoxdur və yaxud da çatlama çoxdur. Məhz burada əllə olan təmasda olan proseslərin əsasında baş verir. Və əlbəttə ki, hormonal dəyişiklik də bizim əl nahiyəmizə ilk öncə təsir edir ki, hansı ki bunu biz fitoestrogenli xronoloq seriyasına aid olan bu kremlər vasitəsilə aradan qaldıra bilərik. Gəlin baxaq tərkibinə. Tərkibində demək fitoestrogen var, hansı ki bunu xronoloq seriyasında da danışmışdıq. Yəni üz gecə gündüz kremində və malaçkosuydu və bunun hal-hazırda bizə əl kremi gəlibdi. Bunun bilirsiniz ki, əsas fitoestrogeni Tayland bitkisindən alınan Pueraria mirificadır. Bu fitoestrogen, yəni estrogenin analoqıdır. Yəni həmin bədəndə olan estrogenin öz işini görür. Və burada gördüyümüz kimi fitoestrogen, vitamin C və alfa-arbutin bunlar bir yerdə komponent şəklində işləyirlər. Gəlin baxaq bu kremin əsas mahiyyəti nədir və bizim dərimizə necə bir mexanizmdən təsir edə bilər. Fitoestrogen dedik ki, yəni artıq bilirsiniz ki, hər kəs dərimizdə fibrosatlar var ki, bu bizim kollagen sintez edir, dərimiz daha çox elastik olur. Həmin bu fitoestrogen bu fibrosatları dəstəkləyir ki, normal kollagen ifraz etsin. Və burada vitamin C-nin məqsədi nədir? Baxın, bədəndə ümumiyyətlə kofaktorlar var. Yəni ad sizə belə çətin ola bilər. Yəni belə deyək ki, bir reaksiyanın baş verməsi üçün ona köməkçi maddə lazımdır. Əgər o köməkçi, yəni ona kofaktor deyirlər ki, o maddə yoxdursa da o reaksiya baş verə bilməz. Məhz burada kollagenin stimullaşması üçün bizim kofaktora ehtiyacımız var ki, bu da vitamin C-dir. Yəni dərimiz deyirik, bəli, kollagen lazımdır bizə əlbəttə ki, lakin bu kollagenin sintezi üçün köməkçi maddə nə olmalıdır? Vitamin C. Və bu kremin tərkibində olan fitoestrogenin demək dəstəklədiyi əsas maddə vitamin C-dir ki, həmin o kollagen sintezini burada artırır. Və vitamin C bundan əlavə dəridə olan sərbəst radikalları tamamilə azaldır. Alfa-arbutin nə iş görür? Dedik ki, bizim dərimiz çox nəzik olduğu üçün, əl dərimiz və lipid bariyeri çox zəif olduğu üçün, yağ olmadığı üçün ləkələnməyə məruz qalır və hətta bu yaş artdıqca belə hormonal dəyişikliklər nəticəsində biz əldə ləkələnməni görürük. Əgər genetikada varsa da əlbəttə ki, bu proses biraz tez baş verir. Alfa-arbutin bilirsiniz ki, xüsusi maddədir. Hətta bizim üz üçün kremimiz də var. Çox araşdırmalarda görünür, yəni dəfələrlə oxumuşam ki, alfa-arbutin xüsusilə demək tirazinat fermenti, tirazinat fermenti bizim bədənimizdədir və onun artıqlığı melaninin aktivləşməsini, yəni o rəng pigmentasiyanın aktivləşməsini sürətlənir. Məhz alfa-arbutin həmin bu tirazinat fermentinin zəiflədir və bu şəkildə də melanin həddindən artıq çox ifraz olunmur. Bundan əlavə tərkibində şi yağı və düyü yağı var. Bu iki yağ komponentinin əsas məqsədi dəriyə nəmlilik bəxş etmək və bariyerini gücləndirməkdir. Ümumiyyətlə şi yağından düyü yağı yağlı teksturaya malik deyillər. Düyü yağının tərkibində vitamin E olduğu üçün həm antioksidantdır, həm dəri elastikliyini bərpa edir. Və onun üçün də biz onu tətbiq edərkən çox yağlı belə hiss etmirik. Həmən dəri nəmlənir və orada bir elastiklik hiss edirik.
edirik. Məhz bu yağların sayəsində baş verir. Ümumilikdə bu krem nə edir? Bu krem bir dəridə kollagenin stimullaşdırır, ləkəni açır və dəri baryerini daha da güclü şəkildə edir, dərini nəmləndirir. Əslində bunu, yəni məsəl üçün insanlar əl kremi alanda sadəcə bir nəmlənmə, yəni istəyirlər ki, əlim qurudu, nəmlənsin. Lakin bu kremdə sırf nəmlənmə deyil, əlbəttə ki, digər proseslər də nəzərə alınıbdır. Onun üçün də bu krem, yəni şirkətdə olan digər kremlərdən fərqli bir teksturaya malikdir və istifadə müddəti də biraz çox olmalıdır ki, nəticəni ala bilək. Yəni sırf bu gündəlik üçün də istifadə edə bilərik. Müalicə məqsədli də əlbəttə ki, biz bu kremdən istifadə etməliyik. Digər məhsulumuz şəkildə də gördüyümüz kimi Torgon əl maskasıdır. Bizim əllər haqqında təlimimiz olanda orada həddindən artıq çox suallar var idi ki, zədələnmiş dəri. Hətta onların içərisində xatırlayıram ki, dəri həddən artıq çatlayıbdır, quruyubdur, bərkləşibdir. Məhz burada proses, mən təlimdə də demişdim ki, baryer zədələnməsidir. Bütün təlimlərdə deyirəm, bu üz dərimiz olsun, əl dərimiz olsun, biz əgər bir dəridə baryer zədələnibdirsə də, biz orada yəni fikirləşməməliyik ki, hansısa mikrobun qarşısını alaq, hansısa nəmlilik prosesini tez yerinə yetirək. Bizim əsas məqsədimiz bariyeri bərpa etməkdir. Çünki bariyer nədir? Müqayisədə bizim evimizin pəncərəsidir. Əgər pəncərə sınıbdırsa da, yəni bizim evimiz necə olacaq, artıq özünüz təsəvvür edə bilərsiniz. Bura həddən artıq çox mikroblar da daxil olacaq, su itkisi baş verəcəkdir. Torgon əl maskası həmin o şikayətlər var ki, əlim çox quruyubdursa da, daim zədələnibsə də bunlar üçündür. Profilaktik olaraq da istifadə edilməlidir. Çünki bizim əl dərimizdə lipid olmadığı üçün lipid bariyeri tez-tez pozulur. Və onun üçün də bunu həmin o şikayətləri daha çox olan insanlara protokol şəklində də əlbəttə ki, verə bilərik. Yəni burada məqsədim nədir? Burada məqsədim əsas, yəni bizdə əl maskası insanlara bir fərqli səsli gələ bilər ki, bizim əl maskasının mənə niyə ehtiyac var? Məhz bu əl maskasının əsas məqsədi həmin o bariyeri bərpa etməkdən üçün nəzərdə tutulubdur. Səbəbinə gəlin baxaq, niyə nəzərdə tutulubdur? Tərkibindəki olan maddələrin bir-birindən tamamlamağına görədir. Seramid var. Seramid bizim dərimizdə olan lipiddir. Yəni seramidin burada əsas işi nədir? Dərinin öz seramidinə uyğun formada hazırlandığı üçün dəri onu öz seramidi kimi qəbul edir. Hətta belə bu yaxınlarda bir təlimdə idim. Sırf məsəl üçün turşu istifadə edən dərilərə dermatoloqlar xüsusilə günün məsəl üçün 3 gün turşu istifadə edirsə də 3 günü seramid istifadə etməlidir ki, dəri bariyeri pozulmasın. Yəni seramid bizim dərimizin sementidir. Əgər sement çəkilməsə, əlbəttə ki, o kərpiclər üst-üstə dura bilməz. Və burada da ən önəmli aktiv maddə seramiddir. Bundan əlavə seramid dedik ki, dəri bariyerini sement kimi bariyeri bağlayır və tərkibində pantenol var. Hər kəsin tanıdığı pantenol. Pantenol hüceyrə regenerasiyanı, yəni dərinin yenilənməsini sürətləndirir. Və çay tikanı isə bu pantenolla çay tikanı bir yerdə kombinasiyada, yəni sinerji olmasının bir yerdə olması bu prosesi daha da sürətləndirir. Çay tikanı da, pantenolun da əsas məqsədi dəri yenilənir. Yəni bariyer, seramidlə bariyerimiz bağlandı, pantenolla çay tikanıyla isə dəri yeniləndi. Və bilirik ki, çay tikanı da güclü antioksidant olduğu üçün burada elastiklik də artır. Yəni yeniləndikdən sonra dəridə o elastikliyi biz hiss edirik. Ümumi götürdükdə, yəni maska, yenə deyirəm, insanların səsli olaraq mənə ehtiyac varmı, yoxdur kimi gələ bilər və yaxud da sizlərə müraciət edən insanlarda şirkətdə əl maskası var deyə müraciət etməyiniz düzgün deyil. Çünki biz əsas maskanın mahiyyətini izah etməliyik.
Məsəl üçün bilirik ki, qadınlar olsun, daha çox qadınlarda görürük ki, bunu. Düzdür, kişilərdə də ola bilər. Kişilərdə daha çox soyuq isti təmasda olur, amma qadınlar daha çox deterjan, kimyəvi maddələr, yaşla əlaqəli bu şikayətlərdən əziyyət çəkirlər. Buna yəni sırf maska kimi deyil, müalicəvi bir vasitə kimi baxmağınızı xahiş edirəm. Çünki tərkibi məhz onun üçün hazırlanıbdır. Və bundan əlavə digər məhsulumuz isə skrapdır. Demək, həmin bu seriyanın Targon seriyasından olan əl skrabıdır. Ümumiyyətlə, eksfoliasiya çox önəmlidir. Yəni bu bizim əlimizdə, dərimizdə, yəni bu ölü hüceyrələr təmizlənməlidir. Sual ola bilər ki, məsəl üçün əvvəllər bəs niyə yox idi? Məsəl üçün eksfoliasiya, yəni indi niyə məsəl üçün biz buna daha çox fokuslanırıq? Çünki əvvəllər elm bu qədər inkişaf etməmişdi. Bir də əvvəllər insanlar hamamda, duşda kisədən istifadə edirdilər. Düzdür, indi son zamanlar heç kəs bunu etmir. Lakin kisənin özünün də demək mənfi tərəfləri vardı ki, o dərini zədələyə bilirdi. Həssas dərilərdə mikroçatlar yarada bilirdi. Məhz o kisə vasitəsilə biz əlimizdən, yəni dərimizi olan ölü hüceyrələri təmizləyirdik. Lakin üzdən bu əlbəttə ki, mümkün olmurdu çox zaman, çünki zədələnə bilirdi dəri. Və indi isə elm inkişaf edir və fərqli-fərqli skraplar meydana çıxır və bu skrapların da tərkibləri çox önəmlidir. Tərkibindəki olan hansı kristallardır, hansı duzlar var ki, o bizim dərimizdə olan ölü hüceyrələri təmizləyir. Və burada mənim çox marağımı çəkən bir aktiv maddə oldu ki, bilirik ki, skraplar əsasən duz kristallarından ibarətdir. Lakin bunun tərkibində isə o çox kobud duz yoxdur. Yəni əl üçün hazırlandığı üçün, yəni şirkət yəni ümid edirəm ki, yəni bunu bilib ki, əllərimiz çox nəzik olduğu üçün, lipid bariyeri olmadığı üçün skraplar onu cıza bilər. Yəni duzlar onu cıza bilər. Bunun tərkibinə xüsusilə bir maddə əlavə ediblər ki, silisium dioksiddir. Silisium neynir? O da ölü hüceyrələri təmizləyir, lakin yumşaq şəkildə təmizləyir. Yəni ölü hüceyrələri cızmadan, yumşaq şəkildə bizim dərimizdən kənarlaşdıra bilir. Və bu skrabın istifadəsi niyə önəmlidir? Məsəl üçün, biz dedik ki, bundan əvvəl bizə dərimizə, məsələn, bu krem lazımdır. Xronolog seriyasından olan bu fitoestrogenli krem. Və bunun tərkibi də çox güclü, bax, bu aktiv maddələrdən ibarətdir. Əgər bizim dərimizdə ölü hüceyrələr qatı varsa da, yəni bu qatda ölü hüceyrələr varsa da, həmin o krem, yəni tərkibi super əla tərkib ola bilər. Bioaktiv maddələr yüksək dərəcədə ola bilər. Lakin bu ölü hüceyrələr təmizlənə bilmirsə, xüsusilə bu məsəl üçün 30-35-dən sonra bu proses tamamilə yavaşlayır. Yəni ümumiyyətlə təmizlənmə, dəri özünün yenilənməsi yaşla əlaqəli zəifləyir. Və onun üçün də biz bu Torgon əl skrabından istifadə edirik ki, bu ölü hüceyrələri dərimizdən uzaqlaşdıra və ən önəmli mikrosirkulyasiya biz dedik niyə önəmlidir? Hər bir hüceyrənin yaşaması üçün bax bu mikrosirkulyasiya ehtiyacı var. Niyə? Çünki hüceyrələr oksigenlə qidalanır. Əgər dərimizdə ölü hüceyrələr varsa da, mikrosirkulyasiya zəifdirsə də, hüceyrələr başlayır yavaş-yavaş məhv olmağa. Yəni qidasız qalır. Onun üçün bizim bu əsas məqsədimiz dəridə olan ölü hüceyrələri kənarlaşdırmaq, mikrosirkulyasiyanı gücləndirmək və sonrakı qulluq məhsulunun təsirini daha da yüksək şəkildə etməkdir. Və onun üçün də bizim üçün skrab çox önəmlidir. Tərkibinə gəldikdə, tərkibi çox mükəmməldir, yəni həddindən artıq. Ümumiyyətlə mən bəzi məhsullar var ki, bunlar kosmetik məhsullardır. Ən önəmli skrabların tərkib hissələri mənim üçün çox önəmli. Çünki bəli, skrablar bəzən olur ki, eksfoliasiya edir, lakin orada zədələnmə prosesi baş verir. Və skrablarda həmişə mən baxanda ki, onunla yanaşı paralel olaraq dəriyə təsir edən hansı aktiv maddələr var. Və bunun tərkibi çox belə deyim,
yəni ağıllı deyərdim ki, çox ağıllı formada hazırlanıbdır. Gəlin baxaq niyə? Tərkibində betainlə pantenol var. Yəni dedik ki, dəri eksfoliasiya edir. Əslində çox yumşaq təmizlənmədə olduğu üçün zədələnmə çox aşağıdır. Lakin ola bilər ki, hansısa dəri çox həssas olduğu üçün və yaxud da lipid bariyeri çox zədələndiyi üçün biraz da zədələnə bilər. Və əsasən bunun tərkibində olan betain, pantenol həmin o qıcıqlanmanın qarşısını alır, dərini qoruyur. Yəni bir yandan dəri təmizlənir, ölü hüceyrələr təmizlənir, digər yandan isə bariyer həmən bərpa olunur. Yəni pantenolon əsas məqsədi dəri bariyerini bərpa edir. Betain də əgər orada bir qıcıqlanır da istər-istəməz silisium oksiddir, təmizlənmə prosesi gedir. Qıcıqlanma yarana bilər, amma minimum yaranır. Həmən betain onu sakitləşdirərək dəri öz işini görməyə davam edir. Və ona görə də bunu yəni bütün dəri tipinə, həssas dəri tipinə, yəni gözüyumulu şəkildə tövsiyə edə bilərik. Və bundan əlavə bilirsiniz ki, şirkətə 2 ədəd Xronolog seriyasından olan Women's Beauty adlı intim qulluq gel gəlibdir. 2 dənədir hal-hazırda, lakin ikisinin də tərkib hissələri fərqlidir, işi fərqlidir və onun üçün də məhsulu təqdim edərkən mütləqdir ki, hər biri haqqında informasiyalı olasınız və insanların nəyə ehtiyac olduğunu başa düşüb o şəkildə təqdim etməliyik. Demək, ilk olaraq bu məhsulun məqsədi intim nahiyənin nəmini qorumaq. Baxın, intim bölgədə mikrobiom çox fərqli olur, çox həssas olur. Yəni insanlar bəzən sırf intim vaginal bölgəni sadəcə təmizliyim təmiz qalsın fikirli olurlar, lakin belə olmamalıdır. Çünki intim nahiyə çox həssasdır və onun mikroflorası çox fərqlidir. Və onun üçün də ən önəmli bu məhsulun hazırlanma məqsədi ondan ibarətdir. Həmin o mikroflora çox fərqli bir mikroflora olduğu üçün onu dəstəkləyir. Və ona görə də və ən önəmli burada yaşla bağlı, yəni insan bəzi elə faktorlar var ki, həmin bölgəni qurudur. Bu nə ola bilər? Əlbəttə ki, estrogenin azlığı bu yaşla da olmur. Bəzi faktorlar var ki, estrogenin məsəl üçün azlığını görürük. Bu bizim həyat tərzimizlə də əlaqəli ola bilər. Həddindən artıq antibiotik qəbulu, yəni insan xəstələnibdir, fərqində deyil. Hətta bu yaxınlarda mənə bir pasient müraciət etmişdi ki, həkim ona 1 həftəlik antibiotik yazıb, bu insan onu 2 həftə qəbul edibdi və mikroflorası, düzdür, bağırsaq mikroflorası dağılmışdı. Yəni bu belə bir proseslər də əlbəttə ki, gətirir hormonal vaginal quruluğa. Yəni insanlar fərqində olmadan həddindən artıq çox antibiotik qəbul edirsə də, estrogen azalması müşahidə edirsə də və bu hormonal quruluğa, vaginal quruluğa gətirir, çıxardır. Və burada əsas məqsəd nədir ki, həmin o mikrofloranı dəstəkləməkdir. Tərkibində nə var? Tərkibində fitoestrogen var, Pueraria mirificadır. Əsasən biz dedik ki, vaginal quruluğun azalmasının səbəbi estrogen hormonundan əlaqəlidir ki, və bunun tərkibində olan bu fitoestrogen həmin prosesi dəstəkləyir və orada bir elastiklik, nəmlilik qorumağına kömək edir. Sonra nə var burada? Burada demək çay ağacı, efqalik, lavanta var ki, bunlar da mikrobiom fərqli olduğu üçün həmin bu yağlar vasitəsilə həmin demək mikrobioloji balansı dəstəkləyir ki, orada bir yəni komfortluq hissini bəxş edir. Orada bir narahatçılıq, çünki quruluq olduqda orada insan özü diskomfort hiss edir, həssaslaşma başlayır. Həssaslaşma sırf orada qıcıqlanma kimi deyil. Hüceyrə toxumaların elastikliyi zəiflədiyi üçün insan özünü bir həssas, yəni o nahiyəni çox həssas, narahat kimi hiss edir. Yəni o da bizim hüceyrələrimizin toxumasından irəli gəlir ki, yetərincə orada mikrobiom sağlam olmadığı üçün toxuma qidasız qalır və orada bir narahatlıq hissi kimi biz müşahidə edə bilirik.
Burada bal və arı südü var tərkibində. Bəzən olur ki, insanlar bunu sırf qida kimi görürlər, lakin xeyr. Bəzi bilirsiniz ki, hansısa məlhəmlərin tərkibində, kosmetik vasitələrin tərkibində bal arı südündən çox istifadə edirlər. Arı südünün tərkibində çoxlu polifenollar, vitaminlər var ki, biz dedik ki, vaginal bölgənin həssas olması toxumanın elastikliyinin zəifləməsi nəticəsində olur və çünki mikrobiom sağlam olmur. Məhz arı südün tərkibindəki olan polifenollardır, demək, vitaminlər sayəsində toxumalar yenidən bərpa olur. Yəni qidalanaraq toxumalarda elastikliyi artır. Bal isə nə edir? Həmin o mikro qıcıqlanmalar var ki, orada bizi narahat edirsə də, yəni mikro qıcıqlanmanın qarşısını alır, yəni toxumaları yumşaldaraq yenidən həmin o regenerasiya təsirinin gücünü artırır. Ümumi götürdükdə, yəni bu məhsul sırf quruluqdan əziyyət çəkən, menopauzuna dövrünə keçid edir. Yəni sırf menopauza deyil, yenə deyirəm, bəzən olur ki, həyat faktoru insanların həyat tərzi həmin vaginal bölgədə narahatlıq, həssaslıq hissi yaradır. Bu əlbəttə ki, hormonların azalması ola bilər, bəzi faktorlar ola bilər. Yəni bu məhsulun əsas məqsədi məhz həmin o narahatlığı, həssaslığı azaltmaq üçün və ən önəmli quruluğu aradan qaldırmaq üçün nəzərdə tutulubdur. Və sizə sual ola bilər ki, yəni mən menopauza girmirəm. Bəli, ola bilər ki, girməyə bilərsiniz, amma vaginal bölgədə bir quruluq var. Yəni oranın mikrobiomu sağlam deyil. Məhz bu məhsulu biz onlara tövsiyə edirik. Digər məhsul isə demək eyni seriyadan ibarət olan Deogeldir. Bunun tərkibi ondan çox fərqlidir. Bunun əsas fəal maddəsi məhz vaginal bölgənin mühitinə görə nəzərdə tutulubdur. Biz dedik ki, vaginal bölgə çox həssas bir bölgədir və oranın öz mikrobiomu var, yəni bakteriyalar var. Mikrobiom deyəndə nədir? Bakteriyalardır. Və oranda yaşayan bakteriyalar fərqli şəraitdə yaşayırlar. Yəni turşu mühitində yaşayırlar. Əsasən vaginal bölgəni biz niyə deyirik ki, məsəl üçün gel istifadə edərkən hansı geldir, tərkibində nə var? Yəni ona baxılmalıdır. Və insanlar vaginal geli ancaq təmizləmək kimi nəzərdə tuturlar. Əks təqdirdə, əgər çox təmizləməyə fokuslanırlarsa, yəni fərqində olmadan istifadə etdiklərin gel istifadə edir və daim su mühitində onu istifadə edirlərsə, həmin nahiyədə demək olar ki, biz mikrofloranı pozacağıq. Çünki ora turşdur. Yəni turş mühitdir. Orada yaşayan bakteriyalar da turş mühitə uyğun yaşayır. Məhz bu gelin əsas məqsədi həmin mikrofloranı dəstəkləyir. Həmin mühiti dəstəkləyir. Ümumi olaraq, yəni mikrofloranı və bariyeri qorumaq üçün nəzərdə tutulubdur. Tərkibinə gəldikdə, bundan tərkibi tamam fərqlidir. Tərkibində əsas nədir? Faydalı bakteriyaları dəstəkləməkdir. Biz dedik ki, orada bakteriyalar yaşayır. Turş mühitdə yaşayan xüsusilə vaginal bölgə üçün bakteriyalar var. Həmin bakteriyalar nə qədər çox olarsa da mikroflora o qədər sağlam olacaq. Vaginal bölgə o qədər sağlam olacaqdır. Və bunun tərkibinə prebiotiklər əlavə ediblər. Məhz bu prebiotiklər də həmin faydalı bakteriyaların qidasıdır. Yəni onlar qidalanaraq daha çox qalırlar. Yəni lazımi bakteriyalar vaginal bölgədə daha çox olur. Su turşusu. Biz dedik ki, ora turş mühit olduğu üçün ən önəmli turşu orada süd turşusu olmasındır. Yəni bu məhsulu fərqləndirən, önəmli edən burada süd turşusunun olmasıdır. Yəni oranı qoruyucu bir mühit yaradır. Yəni intim gellərdə əsas yenə deyirəm, mütləqdir ki, tərkibindəki olan maddə nədir? Və bunu əsas insana lazımı olan bir demək məhsul kimi görməkdə əsas fəal maddəsi onun süd turşusunun olmasıdır ki, çünki həmin mühiti pozmur.
Məsələn, həmin mühiti pozan bəzən olur ki, yəni heç bir yəni hələ menopauza girmirik, ümumilə özü üçün hər ay normal bizim siklımız baş verir. Həmin o menstrual sikl dönəmində həmin mühit də pozula bilir. Çünki qan orada gələn qan qələvi mühit olduğu üçün və vaginal bölgə tuş mühit olduğu üçün və bir müddətdən sonra oranı poza bilir. Və biz mütəmmədi olaraq, profilaktik olaraq əlbəttə ki, biz bundan istifadə edəndə həmin mühiti öz vəziyyətinə geri qaytarırıq. Və bunun da tərkibində fitoestrogen var ki, bu da çox önəmlidir. Fitoestrogen həmin vaginal bölgənin dəri komfortunu dəstəkləyir. Yəni estrogen azalanda quruluq baş verir və bu da demək fitoestrogen sayəsində onun qarşısını ala bilirik. Tərkibində lavanda, maqnoliya ekstraktları var ki, bunlar da məhz o bölgədə sakitləşdirici effekt verir. Echinacea çox tanınmış bitki ekstraktıdır. Yəni bunun demək olar ki, tibbdə çox istifadə olunur. Ümumiyyətlə orada qoruyucu bir mühit yaradır. Yəni xüsusən zərərli bakteriyalardan qorunması üçün echinacea-nın burada rolu çox önəmlidir. Kətan toxumunu görəndə xüsusilə çox sevindim. Ümumiyyətlə hormonal dəyişiklik baş verirsə də, toxuma elastikliyi azalırsa da, kətan toxumu çox önəmlidir və burada ekstraktın olması da xüsusilə vurğulamaq istəyirəm ki, qadınlar üçün kətan toxumu çox önəmlidir və bu məhsulun tərkibində olması xüsusilə bu məhsulu seçilmiş məhsullardan biri edir. Və bilirsiniz ki, şirkətdə diş macunlarımız da var. Hal-hazırda 2 ədəd də yeni diş macunu daxil olubdur. Bu diş macunu antibakterial sayılır. Siberian kod kimi burada vurğulanıbdır. Demək, bu məhsulu analiz edərkən, tərkibini oxuyarkən burada əsas fokuslanacağımız nədir? Fokuslanacağımız əsas odur ki, bunun əsas fərqi ferment texnologiyası ilə hazırlanıb. Yəni, ferment texnologiyası nədir? Yəni, aktiv maddələr bioaktiv maddələr formasındadır. Yəni, tez keçid edir, proses tez baş verir, çox kiçik olur, tez olur. Və ona görə də ilk növbədə fərqləndirən əsas odur. Digəri nədir? Yəni bunun fərqliliyi nədir digər diş macunlarından? Bunun tərkibində olan fermentdir. Hansı bir fermentdir? Dextranaza fermentidir. Dextranaza fermenti ümumiyyətlə bunun tərkibində olan dişlərimizdə bir biofilm var. Bizim ağız boşluğumuzda bilirsiniz ki, bakteriyalar var ki, hansı ki onlar daha çox çoxalanda karies, digər problemlər əmələ gəlir. Və bu bakteriyaların yaşaması üçün hər dişlərimizin üzərində bir film var. Yəni, belə başa düşün ki, bakteriyanın yaşaması üçün xüsusi evlər var və o da bir biofilmdir. Məhz bu dextraza fermenti həmin o filmi parçalayır. Yəni, həmin o evi parçalayır ki, bakteriyalar dişə yapışmasın, həmin o filmə yapışmasın. Burada demək sırf bakteriyaları məhv etmək deyil, həmin o ferment sayəsində, dextranaza ferment sayəsində həmin o qoruyucu qatı dağıtmaqdır. Yəni onun üçün də burada xüsusilə buna diqqət edilməlidir. Əlavə tərkibində bunun evkalipt, nanə, rozmarin yağları var ki, bunlar da ağız qoxusunu daha uzun müddətli təravətli edir, həmin o bakteriyalarının yükünü azaldır. Ümumiyyətlə, bu üçünün, rozmarinin, nanə, evkaliptin bir yerdə olmasının da təravətliliyin uzun müddətli olması üçün nəzərdə tutulubdur. Yenə deyirəm, fermentasiya yolundan hazırlanır. Fermentasiya aktiv maddələrin təsirini, keçidini sürər, yəni tez bir zamanda baş verməsi üçün nəzərdə tutulubdur. Digər diş macunumuz isə parodont əleyhinə olan diş macunudur. Burada gördüyünüz kimi, yəni adından da məlumdur ki, əgər diş ətində bir iltihabi bir proses varsa da, şişkinlik varsa da, bir damar zəifliyi varsa da, onun üçün nəzərdə tutulubdur. Yəni bu həm bakteriyalar məhv etmək üçün, həm iltihabı bir mühiti azaltmaq üçün nəzərdə tutulmuş bir diş macunudur. Demək,
Ümumiyyətlə, əsas bu diş macununun da tərkibində eyni ferment var, dekstranaza fermenti var ki, biz dişimizi fırçalayarkən ancaq deyirik ki, məsəl üçün bakteriyalar təmizlənsin. Xüsusilə bu diş iltihabının, diş ətinin iltihabının yaranmasının səbəbi də bakteriyaların orada uzun müddətli yaşamasıdır. Əgər bir bakteriya uzun müddət orada yaşayırsa da, əlbəttə ki, bu diş ətinə bir iltihabı bir proses yaranacaqdır. Eyni fermenti, eyni o biofilmi parçalayır. Əlavə bunun tərkibində ən önəmli nədir? Palıd qabığıdır. Palıd qabığı neynir? Bunun tərkibi taninlərlə zəngindir. Ümumiyyətlə o bir büzücü təsir etdiyi üçün orada qanama riskini azaldır və yəni büzdüyü üçün orada diş ətini daha da möhkəm edir. Və tərkibində antibakteriyal demək yağ efir yağları var ki, bunlar da axşam ardıc, nanə yağlarıdır. Ümumi olaraq ardıc bilirsiniz ki, daha çox sakitləşdirici təsir edir. Çünki iltihab varsa da orada bir hansısa bir prosesin qaynadığını görürük və ardıcdır, nanə yağlarıdır və axşam efir yağlarıdır ki, bunlar birgə olaraq həmin prosesi tənzimləyir, təravətləndirir və antibakteriyal təsir göstərir. Və bunları əslində çox sevdim. Siz bilirsiniz ki, mənim digər bir sahədə də çalışdığım üçün, yəni qidalanma sahəsində çalışdığım üçün çox sevindim bu məhsulların olması. Xüsusilə də məhsulları analiz edərkən Xavər xanıma da yazdım ki, yəni bunlara həqiqi vuruldum. Çünki mənim pasiyentlər məndən dəfələrlə xüsusi bir paketli qida istəyirlər. Çünki bu nə ilə əlaqəlidir? İnsanın həyatında həddindən artıq çox rəngarəngli reklamlardır. Yəni marketlərə giririk, rəngarəngliyi görürük və ondan əlavə insanlar çox stresli olur və bizim beynimiz həmən o stresi aşağı salmaq üçün qida istəyir, enerji istəyir, yəni mükafat istəyir. Və bunun üçün də pasiyentlər mənə bir kiçik bir yiyəcək olsun ki, biz onu alaq, yəni hazırlamayaq. Və əlbəttə ki, hal-hazırda marketlərdə demək olar ki, bu qablaşdırılmış paketli qidalar çoxdur. Hətta belə deyərdim, sağlam qida adı altında healthy food adında çox demək paketli qidalar var və onların demək olar ki 90%-nin tərkib hissəsini analiz etmişəm. Demək olar ki, çoxu yəni sadəcə adıdır. Yəni tərkibini ana baxdıqda buna necə sağlam qida yazılıb bəzən anlamıram. Ola bilər ki, qlikoza sözü olmasın, lakin qlikozanın altında yatan o qədər orada tərkibi şəkər bombası ilə hazırlanmış aktiv maddələr var ki, yəni onu yeməkdənsə də normal şəkər istifadə etmək daha məntiqlidir. Məsəl üçün, bəzən olur ki, pasiyent marketdən mənə şəkil atır ki, bundan alınmır. Mən deyirəm ki, yox, əgər ürəyin şəkər istəyirsə də adi bir ağ qətlə çay içməyin və yaxud da bir xurma ilə içməyin daha məntiqlidir. Və onun üçün də mütləqdir ki, tərkib hissələrini mütləqdir ki, analiz edin. Düzdür, bəziləri var ki, daha yaxşıdır. Hal-hazırda şirkətdə olan 2 dənə baton haqqında danışacağım və bunların tərkibləri çox önəmlidir. Biz qida yazarkən, məsəl üçün adi bir qida olsun, lap baton olsun belə, balans çox önəmlidir. Yəni boşqabımız balanslı olmalıdır. Aldığımız baton balanslı şəkildə olmalıdır. Məhz bu baton, immuna batondan danışırıq ilk növbədə. Burada bir metabolik balans var. Əslində protein də var, lif də var və karbohidrat da var, yağ da var. Və bu 4 komponentin bir yerdə olması əlbəttə ki, bizim üçün çox müsbətdir ki, bu batonu istifadə edərkən, yəni bədənə zərər vuracaq o proseslərin heç birini yaşamırıq. Gəlin baxaq necə.
Demək, bunun tərkibində dedik ki, görürsünüz zülal var. Öz üzərində də yazılıb da. Zülal burada iki cür zülal var. Kazein, bir də şey zülalı. Hətta protein tozlarda da görə bilərsiniz ki, kazein, şey zülalı. Bunlar nə idi? Bunlar protein, həm bizi çox doyumlu saxlayır. Şey zülalının sürətli sorulur, amin turşusuna tez çevrilir. Yəni amin turşu bizim üçün tikinti materialımızdır. Kazein isə digər zülal yavaş sorulur, bizə uzun müddətli toxluq yaradır. Bəzən olur ki, iki zulalın bir yerdə olması yəni çox belə mən onu görməmişəm. Yəni görsəm də xarici ölkələrdə bəzən olur ki, elə bir maddə var ki, iki zulal bir yerdə verilibdir. Lakin burada iki zulalın ikisinin də olması əslində bizə çox yaxşı təsir edir ki, biri bizi sürətli, məsəl üçün biz şəkər yedik, həmən şəkər qalxdı və beynimizə dopamin, xoşbəxtlik hormonu sintez etdi. Burada necə olur? Həmən yenə enerji alırıq, lakin kazein sayəsində, digər zülal sayəsində o yavaş-yavaş gedir, bizi uzun müddətli saxlayır. Digər batonlarda nə olur? Yedik, 15-20 dəqiqədən sonra şəkər düşdü, yenə istəyirik yeməyə. Yəni əsas fərqi burada iki zulalın olmasıdır. Və ən önəmli, yəni lifin olmasıdır. Yəni bu qədər lifin olması əlbəttə ki, bu məhsulu çox qeyri-adi edir. Lif bizim bağırsağımızın süpürgəsidir. Əgər biz qidalanarkən, bu yemək də ola bilər. Məsələn, bir yemək yazırıqsa da, onun yanında, məsəl üçün zülal yazırıq, toyuqdursa da, onun yanında lif yoxdursa da, yəni bağırsaq mikrobiomu onu dəstəkləməyəcək və toxluq olmayacaqdır. Və burada 11 qram lifin olması artıq bizim doymağımız və bağırsağımızın zəifləməməsini gətirir, çıxardır. Və bu da əlbəttə ki, bizdə qlikozanın yüksəlməsini yavaşladır. Batonlar nə edir? Marketdə olan batonları həmən yeyilir, qlikoza dalğalanır. Və burada isə liflər sayəsində iki cür zulalın olmasının bir yerdə olması onu əlbəttə ki, fərqli edir. Əlavə tərkibində vitamin D2 var. Bu da immun hüceyrələrimiz üçün çox önəmlidir. Yəni immun baton olduğu üçün mütləq buraya vitamin D-ni qoymaqda da hüceyrələrimizin, bizim bədənimiz hüceyrələrdən ibarətdir. Onun aktivliyi çox önəmlidir. Yəni ümumiyyətlə hüceyrələrin əslində yormaq istəmirəm. Burada yəni əsasən məqsəd nədir? Hüceyrələrimizin içində olan mitoxondrilər bizə enerji verir. Əgər bədəndə vitamin D çatırmırsa da, o enerjini bərpa etmək mümkün deyil. Yəni mitoxondri öz işini görə bilmir. Məhz burada bu enerjini yaratmaq üçün lazım olan vitamin D də burada əsas məqsədi həmin o hüceyrələrin aktivliyində iştirak edərək müdafiə mexanizmini dəstəkləyir. Və ona görə də çox fərqli bir balans, metabolik bir balans prinsipindən hazırlandığı üçün çox sağlıqlı bir batondur. Hətta bunu mən tövsiyə edərdim ki, mütləqdir ki, uşaqlar bilirsiniz ki, məktəb şəraitində nəsə alıb yemək istəyirlər və yaxud da evdən aparmaq istəyirlər, mütləqdir. Çünki bilirsiniz ki, mənim bir balaca oğlum da var və dəfələrlə mən ona nəsə alanda marketlə saatlarla market rəflərinin qarşısında tərkiblərini oxuyuram və əsas məqsəd də burada qram və tərkib hissəsidir ki, çünki onun baton sağlıqlı ola bilər, lakin tərkibində qlikoza olmaya bilər, amma digər konservatlar, digər dadlandırıcılar, rəngləndiricilər o qədər olur ki, yəni heç bir onun xeyri olmur bizə. Yenə də şəkər dalğalanmasını yaşaya bilirik. Digəri də demək antistres batondur. Çox maraqlı bir batondur həqiqətən. Yəni çox qeyri-adi bir batoncikdir ki, bunu belə bu şəkildə hazırlayıblar. İnsanların həyat tərzlərini nəzərə alaraq. Çünki dəfələrlə olur ki, yəni pasientlərimdən mənə oturduğum yerdə zəhlər, mesajlar, yəni anidən gələ bilir ki, özümü pis hiss eləyirəm, yəni şirniyyat yeməliyəm həmən. Əslində onun da altında yatan bəzi səbəblər var.
Bizim şirniyyat yeme hissimiz, aniden şeker istəyimiz çox şeylərdən asılıdır. Lakin əsas səbəblərdən biri də stresslə bağlı olur. Yəni kortizol hormonu çox yüksək olur və bu zaman beyinə enerji lazımdır, dopamin lazımdır. Bu zaman biz onu ancaq şəkərlə bərpa edə bilərik. Bir də mükafat, yəni beyin həmən mükafat almalıdır. Və yaxud da siz özünüz də görürsünüz ki, bu stresslə əlaqəli olur və yaxud da yaxşı bir şey ediriksə də həmən bir şirniyyatla və yaxud da bir şəkər istəyimiz artır. Bu da yenə mükafatdır. Yəni bunun səbəblərindən biri də ondan olmasıdır. Və bu antistres batonunun tərkibi çox maraqlıdır. Tərkibində Ee, bunun da demek magnezyum bisglisinat var. Bilirsiniz ki magnezyum çok önemlidir kortizol hormonu üçün və mən həmişə deyirəm ki, şəkər yeməyin hissinin əsas səbəblərindən biri də magnezyum çatışmamalılığıdır. Bisglisinat forması isə məhz sinir sistemi ilə əlaqəli olan bir formadır ki, həmin sinir sistemini dəstəkləyir. Yəni bir stres, gərginlik yaşayırsa da həmən bir gərginliyi azaltmaq üçün nəzərdə tutulubdur. Tərkibində qlitserin də var da, bu da həmən birlikdə olduğu daha da bir sakitləşdirici təsir edir. Eyni bunda da iki cür zülal var, şey və kazein zülalı. Bu da yenə uzun müddət toxluq yaranır. O anidən acılıq gəlirsə də onun qarşısını almaq üçün çox önəmlidir. E, Liflər var və ən önəmli burada qarabaşaq var. Yəni qreçka hər kəsin bildiyi qarabaşaq çox önəmlidir. Mürəkkəb karbohidratdır. Bütün diyet protokolunda demək olar ki, hər birində qarabaşaq istifadə olunur. Çünki qarabaşaq amin turşularından və glutensiz olduğu üçün xüsusilə şəkər dalğalanması demək olar ki, olmur və mürəkkəb karbohidratlardan ibarət olduğu üçün aclıq hissini tamamilə aradan qaldırır və uzun müddətli bizi tox saxlayır. Və burada olması ilə də xüsusi onu vurğulamaq istəyirəm ki, ümumiyyətlə diyetdə olan hər kəsə bunu tövsiyə edə bilərsiniz. Ara öğünlərdə kalorisinə gəldikdə çox aşağı kaloriya sahibdir və onun üçün də yəni gözü yumulu şəkildə istifadə edə bilərsiniz. Qarabaşaqla lifin də bir yerdə olması burada bağırsaq mikrobiyomunu dəstəkləyir və bağırsağın yaxşı işləməsi üçün önəmlidir. Demək, bundan əlavə bunun tərkibində yağ, fındıq var. Fındıq biz dedik ki, balanslı bir batondur. Balans nədir? Protein, protein, yağ, karbohidrat, lif. Yəni bu dörd komponentin olmasıdır. Burada demək zülaldan danışdıq, lifdən danışdıq, karbohidratdan danışdıq və fındıq burada yağ komponentidir. Yəni burada əsas məqsəd sağlıqlı yağların olmasıdır. Burada da fındıq əsasən xüsusilə vitamini mənbəyi olduğu üçün və bizə həddindən artıq sağlam yağ funksiyasını yerinə yetirir. Kakao var tərkibində. Demək, detoks protokolunda ümumiyyətlə şəkəri çıxardırıq, demək olar ki, lakin beyinə enerji üçün sadəcə kakaonu saxlayır. Yəni kakao elə bir maddədir ki, polifenollarla zəngindir, antioksidantla zəngindir və ona görə kakao demək olar ki, bütün protokollarda olur. Yəni çox sağlıqlı bir qida olduğunu burada vurğulamaq istəyirəm. Burada olmaqda da, yəni bu batonun tərkibində olmaqda da, yəni bizim üçün çox önəmlidir. Yəni xüsusilə mən bir qida mütəxəssisi olduğum üçün mənim üçün çox önəmlidir ki, məhz bunun tərkibində kakao var ki, məhz o həmin o beyinə lazım olan polifenolları kakao vasitəsilə ötürə bilirik və bu həmən kakao neyini, həmən bir dopamin hormonunun sintezi baş verir, əhval-ruhiyyəmiz dəyişir, rahatlıq hissini bizə bəxş edir. Yəni şirniyyatlarla, adi batonlarla fərqliliyi məhz bundan ibarətdir ki, adi şirniyyatlar sürətli şəkildə qaldırır, digərləri isə bu isə bizi toxluq hissi verərək ümumi olaraq bədənə lazım olan prosesi dəstəkləyir. Ən önəmli budur. Və ona görə də bunu da hətta uşaqlara belə yaza bilərsiniz. Dərsə gedərkən, məktəbə gedərkən çox önəmlidir. İmtahana gedərkən bilirsiniz ki, bu stresslə əlaqəli uşaqlar yemək yemək istəmirlər, ürəkləri bulanır və bununla bir çay içsələr əlbəttə ki, yəni effektini də görə bilərsiniz.
Ə, Yekunda isə demək istəyirəm, hörmətli əməkdaşlar, bu məhsulların əsas fərqi onların sadəcə hansısa bir kosmetik və yaxud da qida məhsulu olmamasıdır və və əsas bu məhsulların ə, nəzərə alınacaq prosesi mikrobiyomdur, bariyerdir, ferment texnologiyasıdır, bədəndə olan hormonal balansdır. Yəni hər biri bunlar düşünülübdür, o şəkildə hazırlanıbdır. Bütün bu məhsulların məqsədi bizim gündəlik ehtiyaclarımızı ödəmək üçündür. Ə, Xüsusilə şirkət, yəni yəni gələn məhsullar xüsusilə demək hal-hazırda elmdə inkişaf edən maddələr var ki, bunlar funksional wellness adlanır ki, yəni funksional nədir? Bütün lazım olan ehtiyacımızı ödəmək üçün hazırlanan prosesdir ki, yəni şirkət, Sabira Wellness şirkəti yeni istehsal etdiyi məhsulları həmin bu istiqamət üzrə gedir və o da əlbəttə ki, bu şirkəti inkişaf edən qabaqcıl şirkətlərdən biri edəcəkdir. Hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, maraqlı təlim oldu. Yeni məhsullar haqqında məlumat əldə etsinlər. Mütləqdir ki, hər birinizdən çox xahiş edirəm, məhsullardan istifadə edin. Hətta Xavər xanımdan da xahiş edəcəm ki, bir aydan sonra bu məhsullardan təlimimizi belə sala bilərik ki, əgər uyğun olarsa da, əlbəttə ki, bir aydan sonra bu məhsullardan geri dönüş istəyirəm. Mən özüm də başlamışam istifadə etməyə. Bunlar mütləqdir ki, hər birindən söhbət gedir. Məsələn, xüsusilə vurğulayıram, burada batonçiklər çox önəmlidir. Diyetdə olan, ümumiyyətlə şirniyyat yemək hissi, məsəl üçün hava isinir. Bilirsiniz ki, artıq hava isinməsi ilə əlaqəli insanlarda yemək hissi biraz azalır, lakin bizə o balanslı yemək lazımdır və bunu da bu batonlar vasitəsilə əldə edə bilərsiniz. Və inşallah sizlərlə bu təlim haqqında geri dönüşlərinizi gözləyəcəm. İnşallah gələn həftə görüşmək ümidi ilə sağ olun.